Salam, hər vaxtınız xeyir olsun. Bugün qat-qatlı, çox dadlı, içli bulka resepti bölüşürəm. Suya maya əlavə edib qarışdırıb, mayanı suda həll edirəm. 4 stəkan unun üzərinə yarım çay qaşığı duz əlavə edib qarışdırıram. Üzərinə mayalı suyu əlavə edirəm. 1 xörək qaşığı alma sirkəsi əlavə edib xəmir hazırlayıram. Xəmiri bir gözəl yoğurduqdan sonra toparlayıb üzərinə örtüb yarım saat dinləndirirəm. Xəmir dinlənərkən keçirəm içlik hazırlamağa. Tavaya kərə yağı, 250 qram toyuq əti, 2 ədəd soğan əlavə edib bunları qovururam. Ət yağa düşməyə başladıqdan sonra üzərinə 1 xörək qaşığı tomat, zövqə görə duz, qara istiot, göyərti də əlavə edib qarışdırıb qoyuram. İçlik kənarda soysun. Xəmiri də yarım saat dinləndirdikdən sonra masanın üzərinə yerləşdirib 12 ədəd kündəyə ayırıram. Kündələri də unladığım taxtanın üzərinə yığıb, üzərini paketlə örtürəm. Mən yuxaları yayarkən digər kündələrin üzəri qurumasın. Kündəni yaya bildiyim qədər nazik yayıram. Üzərinə əridilmiş kərə yağı çəkirəm. Gördüyünüz bu şəkildə hissələrə ayırıram. Ayırdığım dilimləri üst-üstə yığıram. Bu şəkildə bükürəm. Bir tərəfini birləşdirirəm. Öncədən hazırladığım içlikdən içərisinə yerləşdirirəm. Və kənarını birləşdirirəm. Öncə bükdüyüm hissəni üzərinə çevirib basıb biraz genişlədirəm. Bu qayda ilə digər kündələri də hazırlayıb yağlı kağız sərdiyim soba listinə düzürəm. Üzərinə isə yumurta sarısı ilə süd qarışımı çəkirəm. Öncədən isitdiyim 200 dərəcəlik sobada 25-30 dəqiqə bişirirəm. Bişdi artıq, hazır şəklinə də baxa bilərsiniz. İçli, inanılmaz dadlı, qat-qatlı bulkalar alınır. Hazırlayıb yoxlayın, inanın ki, çox bəyənəcəksiniz. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.